Allah Quran-ı Kərimdə maraqlı bir söz deyir. Doğma bir kəsin sözüdür bu. Doğma bir kəsin sözü. Allah bu ayədə Maidə surəsinin 105-ci ayəsində bizə doğmalığını göstərir. Elə bir sözdür ki, insan bu sözü daim düşünə və əməl eləyə. Düşünüb əməl eləyə. Bütün bu danışılanlar, kamil insan, naqis insan, insan nələrə qadirdir, hansı uca məqamları əldə edə bilər. Bütün bu bunları Allah dedikdən sonra, bunları danışdıqdan sonra insana bir dənə bir söz deyir. İnsana həqiqəti izah etdikdən sonra, haqla batılı izah etdikdən sonra bir dənə yaxınlaşır, sanki insanın qulağına doğma bir kəs kimi sakit qulağına deyir. Nə deyir? Ya eyyuhəllezine amenu aleykum enfusakum. Aleykum enfusakum. Ey iman gətirənlər. Ey mənim bəndəm, ey mənim əzizim. Aleykum enfusakum. Müxtəlif cür bunu tərcümə etmək olar. Amma ən gözəl tərcümə elə bilirəm budur. Yəni, ey iman gətirənlər, öz qeydinizə qalın. Ey iman gətirən, mənim əziz bəndəm, öz qeydinə qal. Özündən müğayət ol, özündən diqqətli ol. Diqqətli ol, öz qeydinə qal. Hansı məqama çata biləcəyin halda tənəzzül eləmə. Heyfsiz. Potensialınız daha böyükdür. Heyfsiz, öz qeydinizə qalın. Hətta yaxşı insana da deyir bunu. Ey iman gətirən. İman gətirənlər nədir? Yəni, iman gətirənlər iki cür ola bilər. İmanla aradan gedə bilər, tənəzzül edə bilərsən, ehtiyatlı ol, öz qeydinə qal və yaxud da iman gətirən. Birdən təkcə yaxşı ilə kifayətlənərsən, daha yaxşı var, biraz da yuxarı qal. Yaxşı insanlara da deyir ki, öz qeydinə qal, müğayət ol. Daha yaxşı ola bilərsən, daha yaxşıları tərk eləmə. Doğma bir kəsin bizə olan bir sanki ürək yanğısıdır. Allahın bizə bir ürək yanğısıdır. Allahın bizə məhəbbətinin göstəricisidir bu.